Sentyabrın 7-sində Kremlin tədbir zalında Rusiya Erməniləri İttifaqının qurultayı və 25 illik yubiley tədbiri keçirildi. Orada Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Vladimir Putinin təbrik məktubunu oxudu. Daha sonra isə Rusiya estradasının üzvləri və erməni uşaqlardan ibarət ansamblin iştirakı ilə konsert oldu. Global Info xəbər verir ki, bu barədə Hraparakın məqaləsində qeyd edilir. Nəşr yazır ki, tədbirin məhz Rusiyada azərbaycanlıların silsilə həbsləri fonunda belə təmtəraqlı formada keçirilməsi Bakıya açıq mesajdır. Putin Azərbaycanla problemlərin olduğunu və rəsmi Bakı ilə razılaşmadığını göstərir. Digər tərəfdən, Kreml Ermənistan hakimiyyətini də dəstəkləmir. Sadəcə erməni xalqı üzərindən müəyyən tarazlıq yaratmağa çalışır. Hraparak bildirir ki, əvvəllər belə situasiyalarda Moskva birbaşa İrəvana dəstək verir, bu yolla Bakıya mesaj göndərilirdi. Lakin Rusiya bu dəfə fərqli addımlar ataraq Ermənistan hökumətinin Moskva-Bakı münasibətlərində yaranmış vəziyyətdən faydalanmamasına çalışır. Azərbaycanla Rusiya arasında vəziyyət isə daha qarışıqdır. Artıq bu ölkədə azərbaycanlılardan ibarət iki icmanın rəhbəri vətəndaşlıqdan çıxarılıb, iş adamlarının restoranları, biznes obyektləri bağlanır, Azərbaycan əsilli şəxslər təqib edilir, onlara cinayət işi açılır. Paralel olaraq isə Rusiya Erməniləri İttifaqının rolu müsbət şəkildə vurğulanır və birliyin sədrinə xüsusi diqqət göstərilir. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.